Yayımı Baksel'in dəstəyi ilə izləyirsiniz. Türkiyənin Antalya şəhərində Azərbaycan və Qazaxıstan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşma 1-0 hesabı ilə Qazaxıstan yığmasının xeyrinə başa çatıb. Sadə əvvəl biz artıq ekranlarınızda Robert Krasinyechkini görürsünüz. Qapı qarşısında daha bir təhlükəli ötürmə başlayır zərbə hesabçılar. Çox təəssüf hesab açılır. Erkən qol oyunun 8-ci dəqiqəsi Qazaxıstan komandası hesabı açır. Ruslan Qurbanov topa yələndi. Ruslan Qurbanov meydan mərkəzi keçir. Ruslan topu Araz Abdullayevə tərəf ötürür. Sağ cəhətdə hücumu davam etdirmək olar. Əfran İsmailov boş bölgəyə çıxmışdı. Araz Abdullayev bir futbolçunu da geçti. Top elə ki Arazdadır. Arazın cəlbə açısı ötürməsi başlı qapıya zərbə amma Ağabala Ramazanovun vurduğu top və qapçı yerindədir. Cəhd göstərirdilər ancaq top Qazaxıstan komandası futbolçularında qalır. Murjikov topu qapı qarşısı ötürür və başlı qapıya zərbə təhlükəli alına bilərdi. Nazarov bir futbolçu geçir uzaqdan qapıya yerlə zərbə və top qapıdan ancaq aralı keçir amma top Araz Abdullayev sağ canlı oynamaq lazımdır. Medvedev top gözləyirdi sağ cantda. Maksim Medvedev topu qəbul etdi. Maksim yanında Əfran İsmailov var idi. Davan ötürməsi Əfrandan Araz Abdullayev sol ayağı ilə qapıya zərbə amma top qapıdan bir qədər aralı keçir. Əfran sağ cantda topu qəbul edir. Əfran İsmailov. Əfran yaxşı oynadı. Əfrandan gözəl hərəkətlər. Araz Abdullayev ötürdü topu. Araz topu cəlbəydə açası ötürür. Ağabala Ramazanov amma imkan vermədilər. Zərbəsi də istənilən kimi alınmadı. Həmin anda onun başının üstünü. Ək hücumu başlaya bilər. 2-nin 1-ədir. Geridə yalnız Qara Qarayev var. Sürətlə irəliyən oyuncu Sirkşan Murjikov idi ancaq o uzaqdan qapıya zərbə vurmağa qərar aldı və Kamran Ağayev komanda yoldaşlarına diqqətli olmağı tapşırır və yəqin ki topu oynamaz. Barjan İslamxan daxil edəcək. Bəli. Onun cəlbə açasına ötürməsi çox təhlükəli alınıb o ötürmə amma oyundan kənar vəziyyət var. Yaxət hakimi bayrağını havaya qaldırıb. 44-cü dəqiqə gedir artıq. Birinci hissə yekunlaşma üzrədir. Hələ ki uduzuruq 1-0 hesabı ilə. Ruslan Qurbanov topu qəbul etdi. Nazarov sol sağa yaxşı ötürmə. Daşdamirov sol saatda topu qəbul edir. Qapı qarşısında ötürmə vermiyorlar Ruslan Qurbanov amma Lagvinenko onu qabalıyır. Yuri Lagvinenko Ruslan Qurbanov'u qabaladı. Hücum bu davam edir. Uzaqdan qapıya zərbə. Qapçı o qədər də uğurlu topu geri qaytarmır. Əfran İsmailov sürüşür. Daşdamirov təhlükəni soruşturmaq istəyirdi. Ancaq sağ cantdan yenidən Yaldoş Axmedov topa yələndi. Sirkşan Murjikov qapı qarşısında təhlükəli ötürmə və Əfran İsmailov, Araz Abdullayev topu qəbul etdi. Arazın sağ cağı ötürməsi. Əfran cəlbəydə açası daxil olan kimi qapıya zərbə vurdu amma hücumu başqa cürdə davam etdirmək olardı. Geriyə qaytardı topu Lagvinenko. Lagvinenko birinci hissədə də Qazaxıstan komandasının heyətində müdafiədə çox etibarlı oynuyordu. Eləcə də Malayı qeyd edə bilərik. Qapı qarşıdan yenə top ötürülür. Çox təsir. İkinci gol ola bilərdi. Kamran Ağayevdə inanılmaz qurtarış. Həqiqətən də Kamran bu epizodda çox yaxşı oynadı. İrəliyə ötürmə Ruslan Qurbanov. Ruslan Qurbanov topu qəbul etdi irəlidə. Yanında kim var? Cəlbəydə açası ötürmə vermiyorlar. Ruslanın qapı qarşısında ötürməsi amma daha yaxın mövqedə olan Namiq Ələsgərov idi. Topu bəlkə də ona ötürmək olardı. O fərqli bir qədər addım attı. Qazaxıstanın sağ cantdan növbəti hücumu və indi qapı qarşısına yəqin ki ötürmə veriləcək. Belə də olur. Başlı qapıya zərbə çox təhlükəli alındı. İkinci qol vura bilərdi Qazaxıstan komandası. Təəssüf ki ötürmə alınmadı. Nazarov indi Ruslan Abuşov meydana daxil olmasından daha çox hücuma yaxın mövqedə oynuyor Ruslan Qurbanov. Və cəlbə meydançasında yerə yıxılır Ruslan Qurbanov ancaq görüş davam edir. Cavit Ağayev yenə də adı vəziyyətdə dəqiq ötürmə verə bilmir futbolçularımız. Oyunun sonlarında çox tez-tez kobud səhvlərə yol verir və ikinci gol ola bilərdi. 2 dəfə top qapı dirinədir. 2 dəfə qapı diri Kamran Ağayev və millimizi qoldan xilas edir. Canlı səthi bir qədər geri çəkdi hakim amma 9 metrlik məsafə əlbəttə ki olmaz. Buna baxmayaraq Namiq Ələsgərova ümid edək. Topun arxasında da Ələsgərov. Namiq qapıya zərbəsi və qapçı yaxşı oyunu təkrar zərbə top qapının üstündən keçir. Hesabı bərabərləşdirmək üçün əla imkan var idi. Stas Pakatilov topu geri qaytardı amma Cavit Tağıyev topu ara vurur. Yox, bu da nəhayət ki. Bu da nəhayət ki, hakim oyunun başa çatdığını bildirir. Antalya'da Azərbaycan Qazaxıstan yoldaşlıq maçında təəssüf ki Qazaxıstana 0-1 hesabı ilə uduzuruq.